Salamlayıram sizi dostlar. Ümid edirəm hər biriniz yaxşısınız. Bugünkü videomda sizlərə Linux əməliyyat sistemində CLI-nin istifadəsini göstərəcəm. Komandaların istifadəsini sizlərə izah edəcəm. İlk olaraq başlamaq istəyirəm fayl sistemindən. Fayl sistemi haqqında qısa məlumat vermək istəyirəm ki, bunları izah edəndə daha yaxşı anlaya biləsiniz. İlk olaraq onu bilməlisiniz ki, Linuxda hər şey bir fayldan ibarətdir. Və bu fayl sistemində deməli ən başda durur slash, yəni bu root, yəni kök deməkdir. Daha sonra kökdən başlayaraq digər qovluqlar yaranır və digər qovluqların daxilində də başqa qovluqlar və fayllar mövcuddur. İndi ilk olaraq sizə göstərmək istəyirəm slash-i. Burada change directory komandası vasitəsilə mən olduğum direktorini dəyişirəm. Məsələn, cd slash yazıram. Gördüğünüz kimi buradaki işarə dəyişdi və slash oldu. O deməkdir ki, mən slash'ın daxilindəyəm. İndi mən burada ls etsəm, yəni list deməkdir. Hal-hazırda slash'ın daxilində olan bütün qovluqları mən görə bilirəm, gizlilər haric. Deməli, burada bizdə var dev, home, boot, etc. Bunların nə olduğunu sizə deməyəcəm, çünki mövzumuz bu deyil. Və başqa formada mən yenidən dəyişmək istəsəm olduğum qovluğu cd home yaza bilərəm. Və ls etsəm, burada görə bilərik ki, kal yazılan bir qovluq var. Bu home qovluğu bizim sistemdəki istifadəçilərin adına bir qovluq yaradılan yerdir. Misal üçün, mən sistemdə kal istifadəçisiyəm və home'un daxilində kal üçün bir qovluq yaradılıb. İndi mən cd ilə kal etsəm və ls etsəm, burada bəzi qovluqları və faylları görə bilərəm. Buradan keçirəm mən documents'a, buradan da testə. Deməli, burada test 1 var və test 2 var. Mən nümunələrimi bunların daxilində yaradacağım və sizə izahları verəcəm. İndi burada mənim qeydlərim var. Burada bir xeyla komandası izah edəcəm və bunlar önəmli olduqlarını düşündüyüm komandalardır. İlk olaraq başlayayım ls komandasından. ls komandası qovluğun daxilində olan fayllara və ya qovluqlara baxmaq üçün istifadə olunan bir komandadır. Misal üçün yazıram bura ls. Burada file 1.txt var. Gördüyümüz kimi. Və ya mən burada yaza bilərəm ls-la. Bu deməkdir ki, deməli, bu qovluğun daxilində olan yəni bütün faylları mənim üçün ol deməkdir. Bütün faylları mənim üçün sıralasın. Bunu etdiyim zaman, baxın, file 1.txt gəldi, 2 nöqtə gəldi, 1 nöqtə gəldi. İndi burada touch komandası var. Yeni bir fayl yaratmaq istəsək biz touch komandasından istifadə edə bilərik. Misal üçün buraya yazıram mən file.txt. İndi mən ls etsəm, burada görə bilərsiniz ki, file.txt deyilən bir fayl yaradıldı. İndi mən sizin üçün gizli bir fayl yaradım. Touch deyirəm və gizli fayl yaratmaq üçün sadəcə olaraq faylların əvvəlinə nöqtə işarəsi qoymaq lazımdır. Nöqtə qoyduqdan sonra isə yaza bilərəm, məsələn, mən file gizli.txt. ls etsəm bu görsənməyəcək, çünki bu gizli fayldır. Mən gərək ls-l edim ki, gizli faylımız burada görsənsin. Fikir verin, burada file gizli.txt yazılıb. Növbəti komandamız burada pwd komandasıdır. Pwd komandası hal-hazırda olduğum yol göstəririm. Misal üçün pwd yazdım. Mən hal-hazırda home'un daxilində, kalinin daxilində, documents'in daxilində, testin içindəyəm. Yəni bu bütün yolu bizə göstərmək üçün istifadə olunur. Və bir də mən sizə onu deyim ki, mən əgər cd etsəm, cd komandasına istifadə edib direktorimi dəyişsəm, birbaşa cd eləyəndə mənə atır home kaliyə. Amma deyə bilərsiniz ki, burada niyə home kali yazmayıb, tilda qoyulub. Çünki home kali elə tildaya bərabərdir. Buraya yazsam tilda bərabərdir home kali. Yəni belə düşünə bilərsiniz. İndi mən burada pwd etsəm, siz görə bilərsiniz ki, mən home kalinin daxilindəyəm. Yenidən qayıdaq bizim test qovluğumuza. Növbəti komandaya baxıram, burada mkdir komandasıdır. Baxın, burada indi mən mkdir yazaraq yeni bir qovluq yarada bilərəm. Misal üçün mkdir qovluq 1 yazdım və enter vurdum.
İndi mən ls etdiyim zaman burada qovluq 1 deyə qovluq yaradıldı. cd qovluq 1 deyirəm və hal-hazırda pvd etsəm görə bilərəm ki, qovluq 1-in daxilindəyəm. Daha sonra buradan cd edirəm. Mən əgər geri qayıtmaq istəyirəmsə, indi hal-hazırda qovluq 1-in içindəyəm də. Burada səhv yazmışam, x yazmışam, bunu düzəldərik sonra. Qovluq 1-in daxilindəyəm. Buradan geri çıxmaq istəyirəmsə, testin daxilinə keçmək istəyirəmsə, 2 nöqtə slash qoymağım kifayətdir ki, mən bir addım geri qayıda bilim. İndi enter etsəm, baxın, testin daxilinə qayıtdım. Və yaxud yenidən daxil oluram qovluq 1-a, cd edirəm, qoşa nöqtə qoydum, yenə bir slash, yenə qoşa nöqtə qoydum və yenə bir slash qoydum. Bunu 2 dəfə təkrarlamışamsa mən, artıq 2 addım geri qayıdacağam. Yəni testlərin dokumentin içinə enter etdim, pwd yazdım və görə bilərsiniz ki, mən dokumentin içindəyəm. İndi yenidən əvvəlki yerimizə geri dönək. Növbəti komandamız dostlar rm-dir və rm komandasıdır. rm-dən başlamaq istəyirəm. rm komandasını biz istifadə edirik faylları silmək üçün və ya qovluqları silmək üçün. Mən burada rm yazdığım zaman məndən bir fayl adı istəyəcək. Misal üçün file.txt. İndi mən enter etsəm və ls etsəm, burada görə bilərik ki, file.txt artıq yoxdur. Yəni mən onu silmişəm. Və yaxud qovluğu silmək istəyirəmsə, indi mən rm yazsam, bunun adını yazsam, bu silinməli deyil. Aha, baxın, deyir ki, bu is a directory. Bu directory deyir, yəni qovluqdur. Bunu silə bilmərəm. Bunu silmək üçün rm-rf etməliyəm. Bunu etsəm artıq mən qovluq 1-i silmiş olacam. Baxın, burada yoxdur. Və yaxud mkdir ilə salam deyə bir qovluq yaradıram. Rəngindən belə bilərsiniz burada. Daha sonra mən rm-rf etsəm və salam yazsam, mən bunu belə də silə bilərəm. Yəni burada force deməkdir bu. Yəni qüvvət tətbiq edir bir növ və bunu da silə bilərəm. Mən demək olar hər zaman rm-rf edirəm, nəsə silmək üçün. Siz də elə birbaşa belə silə bilərsiniz. Yəni rm-dir istifadə etdiyim yadıma gəlmir, çox az istifadə edirəm. Növbəti komandamız dostlar cp komandasıdır. Yəni bu formada cp bərabərdir copy deməkdir. Yəni copy sözündən gəlir bu. cp komandası bir faylı başqa bir yerə kopyalamaq üçün istifadə olunur. İstifadəsini mən sizə göstərim indi necəsə. Misal üçün az öncə sizə göstərmişdim ki, mənim test1 və test2 adında 2 ədəd qovluğum var dokumentin daxilində. Göstərə bilərəm indi də. ls-l edirəm. Test yazıram və ulduz qoyuram. Baxın. Test1 və test. İndi isə burada mən bir fayl yaradacağam testin daxilində və onu test1-in daxilinə kopyalayacağam. İlk olaraq ls-l edək. 2./test1 yazıram. Zaten dokumentin içindəyik. Test1. Burada fayl bir txt var. Mən bunu daha əvvəl yaratmışdım. Gəlin bunu silək. cd test1 rm bunu sildim. Test birinci boşdur. Bunu görə bilərsiniz. Test birinci boşdur. Gəlirəm test2-yə. Testə daha doğrusu. Testin daxilində fayl 1.txt var. Elə bunu da silirəm. Gəlin bunu da silək. Hal-hazırda 2 dənə boş qovluğum var. Test və test1. İndi mən burada touch deyirəm və salam.txt adında yeni bir fayl yaradıram. Və indi mən bu faylı buradan başqa yerə kopyalamaq istəyirəmsə, yəni testdən test1-in daxilinə kopyalamaq istəyirəmsə, cp salam.txt indi buraya yazmalıyam test1-i, test1-in yolunu, yəni tilda slash documents və test1. Hal-hazırda salam testin içindədir və mən bunu test1 qovluğunun daxilinə kopyalayıram. Baxın, burada salam.txt var. Gəlirəm test1-in daxilinə.
Baxın, bu dəyişdi. Test 1-in daxilindəyəm. Ls etsəm, test 1-in daxilində salam.txt faylını mən görə bilərəm. Bu formada dostlar. İndi bunu silirəm mən hal-hazırda. Yenidən qayıdıram test qovluğunun içindən. İndi burada var move adlı bir əmr. MV formasında yazılır. Move isə bir şeyi bir yerdən başqa yerə daşımaq üçün istifadə olunur və yaxud faylın adını dəyişmək üçün bundan istifadə edə bilərik biz. Məsələn, mən bir fayl yaradıram. İlk öncə ad dəyişməyi sizə göstərim. Touch. Burada tutaq ki, mən salam.txt yaratmaq istəmişəm və salam yazmışam. Adını səhv qoymuşam. Bunu dəyişmək istəsəm, move deyirəm. Faylımı seçirəm. Bunlar burada 2 dənə salam oldu. Bunları birini silim mən. Okey. Deməli, burada salam.txt var. Burada yazıram mv salam.txt və bunu silmək üçün mən adını dəyişmək üçün, üzrlü sayın, adını dəyişmək üçün yeni ad yazıram. Salam.txt. Enter etdim və indi ls etsəm görə bilərik ki, burada salam.txt faylımız var. Əvvəl isə salam idi. Bu formada mən faylın adını dəyişə bilərəm dostlar. Bir də sizə onu deyim, bayaqdan bəlkə də görmüsünüz, mən bir faylın adını yazanda o avtomatik tamamlanır. Məsələn, move yazdım, s yazdım. Burada salam var da, s ilə başlayan bir dənə şey var. Mən burada tab versəm, avtomatik bu tamamlanacaq. Yəni bunu yadınıza saxlayın, bu sizin CLI-də işləməyinizi sürətləndirəcək. Yəni tab vasitəsilə avtomatik tamamlaya bilirəm bir əmri və yaxud bir faylın adını, hər nədirsə. Keçən növbəti deməli əmrimizin funksiyasına move vasitəsilə biz bir faylı bir yerdən başqa yerə daşıya bilərik. Məsələn, ls etdim, burada testin daxilində salam.txt var. Move yazıram, salam.txt yazıram və burada salam.txt-ni daşıyıram test 1-in daxilindən. Enter etsəm, indi yenidən mən ls etsəm, burada heç bir şey görməyəcəm. Çünki mən artıq salam.txt-ni daşımışam test 1-in daxilindən. İndi mən ls etsəm test 1-i, artıq burada görəcəm ki, mənim salam.txt adında bir faylım var. Copy ilə fərqi budur ki, copy faylı kopyalayır, move isə faylı daşıyır. Və əlavə olaraq move vasitəsilə biz faylın adını dəyişə bilərik. Daha sonra burada find deyən bir əmr var. Find əmrinin istifadəsini sizə göstərim. İlk öncə onun nə olduğunu mən sizə deyim. Find vasitəsilə biz sistemdən hər hansı bir faylı və ya qovluğu tapa bilərik. Axtarış üçün istifadə olunur. Misal üçün find, indi əvvəl mən burada axtarmışam. Məsələn, bunun üstündə sizə izah verim. Find vasitəsilə bu formada biz axtarış edə bilərik. Burada slash yazmışam. Find slash o deməkdir ki, bütün kökün daxilində axtarsın. Mən sizə ilk olaraq izah elədim. Baxın, burada slash bütün kökdür. Bütün bu hər yerdə axtaracaq. Kökün daxilində name adı kerbrut olan, yəni adının daxilində kerbrut olan bütün hər şeyi axtarsın. Tipidəki fayl olsun. 2 yönləndirilmə dev null isə o deməkdir ki, errorların hamısını dev null faylının daxilinə yönləndirsin. Yəni bu formada bir şey. İndi mən sizə belə bir şey göstərim. Bunu kopyalayıram. Burada məsələn yazıram name yerinə salam.txt. İndi biraz gözləyək bunu. Fikir verin, burada salam.txt deyən bir fayl tapdı. Home Documents test 1-in daxilində salam.txt var. İndi mən burada yeni bir fayl yaratsam, məsəl üçün touch deyirəm və 1.2.3.4.5.txt deyirəm. Find vasitəsilə bunu axtarsam formada, baxın, tapdı həmən. Gördüyünüz kimi çox sürətli işləyir, yəni çox işlətdiyim komandalardan biridir. Növbəti komandalara baxsaq, artıq biz keçirik faylların daxilini oxumaq, fayllarla işləmək üçün istifadə olunan komandalara. İlk olaraq başlayacağım sizinlə
echo komandasından. Echo komandası əslində nəyisə çap etdirmək üçün istifadə olunur. Pythonda print necədirsə, burada da echo elədir. Və yaxud PHP-dən echo komandasını bilənləriniz bilir ki, nəyisə çap etdirmək üçün istifadə olunur. İndi yazıram mən burada echo dırnaq daxilində salam. Enter vursam, baxın burada salamı çap etdirdi. İndi isə mən istəsəm ki, bu salamı hansısa bir faylın içinə yazım, echo vasitəsilə, artıq burada yönləndirmə işarəsindən istifadə edəcəm. Baxın, bu yönləndirmədir. Tab verirəm. Tab verəndə burada heç bir şey çıxmadı, baxın. Else edirəm, çünki burada heç bir fayl yoxdur. İndi burada bir şey yaradam. Tutaq ki, file.txt. İndi echo salam yazıram. Yönləndirməni qoyuram. İndi mən tab eləsəm artıq avtomatik tamamladı. Burada yazdı file.txt. İndi mən bunu yazıb enter eləsəm artıq file.txt-nin daxilinə salam yazacaq. İndi mən cat istifadə edib, cat'in açılışı səhv etmirəmsə concat olmalıdır. Amma əmin deyiləm. Cat vasitəsilə file.txt-ni oxuya bilərəm. Kontentini oxuya bilərəm. Enter elədim və görə bilərsiniz ki, burada salam sözü çıxdı. Başqa formada biz less ilə oxuya bilərik. Less yazdım, file.txt. Bu formada oxudum. Bir saniyə, buradan önce çıxırdım. Hazırda çıxmağı unutmuşam. Okey. Arxa planı göndərdim. Neysə. Less vasitəsilə oxuya bilərik və yaxud more vasitəsilə oxuya bilərik biz file.txt-ni. Baxın, burada salam yazılıb. Və yaxud mətn redaktorları var. Deməli, Linux əsaslı əməliyyat sistemlərində. Bunlardan biri ola bilər Nano. Nano bir mətn redaktordur. Biz burada mətnlərimizi redaktə edə bilərik, üzrlü sayın. Və redaktə edib içini dəyişə bilərik təbii ki. Məsələn, file.txt yazdım. Burada baxın, salam yazılıb. Burada müxtəlif formada biz, necə desəm, mətn yığa bilərik, onu redaktə edə bilərik. Ctrl-X elədim və çıxdım redaktorun içindən. Və yaxud gedit var. Gedit vasitəsilə biz oxuya bilərik. Baxın, burada salam yazılıb. Buradan da çıxa bilərəm. Başqa hansı əmrimiz var bizim? Daha sonra hid və tail əmrimiz var. Hid vasitəsilə bir siyahının ilk, deməli, 10 sözünü oxuya bilirik. Tail vasitəsilə isə son 10 sözünü oxuya bilərik. Məsələn, belə göstərim mən sizə. Nano numbers.txt yaradıram və burada rəqəmlər yazacağam. 1, 2, bütün rəqəmləri sırasıyla yazacağam. Deməli, 14, 15, 16, 17, 18, 19 və 20. Ctrl-O elədim, Enter elədim və Ctrl-X elədim. Üzrlü sayın. İndi mən bunu cat eləsəm, numbers.txt-ni, birdən 20-yə kimi ədədləri görə biləcəm. Mən indi hid yazsam, bu zaman ilk 10 dənəsini görəcəm. Baxın, ilk 10 dənəsini görə bilirəm. Və yaxud mən indi tail etsəm, tail son 10 dənəsini görəcəm. Baxın, son 10 dənəsi. Və sizə şey deyim mən, biz bir əmr haqqında məlumat əldə etmək istəyəndə help istifadə edirik. Məsələn, hid əmrini yazıram, help opsiyasını verirəm. Burada gördüyümüz kimi hid ilə biz istifadə edə bilərik -c, -n. Bunlar hamısı opsiyalardır. Bunları biz istifadə edə bilərik. Daha yaxşı istifadə edə bilmək üçün hid əmrini, bütün imkanlarından istifadə edə bilmək üçün. Məsələn, burada -n yazır. Bu -n nə deməkdir? Burada açıqlamasını da verib. O deməkdir ki, neçə sətir oxuyacağını biz -n vasitəsilə göstərə bilərik. Gəlin yoxlayaq. -n burada yazıram indi number.txt. Niyə olmur?
rəqəm yazmalıyıq. Trenəyə məsələn 4. Baxın, ilk 4 sətri oxudu. Yəni bu formada bir şeydir. Default olaraq deyəsən 10 dənə oxuyur, onu yazıb. Keçək növbəti əmrimizə. Ümumiyyətlə bunu yadınızda saxlayın ki, help vasitəsilə bütün əmrlərin istifadəsinə baxa bilərsiniz də, yəni necə istifadə etmək lazımdırsa. Növbəti əmrimiz WC-dir. Bu da fayl haqqında, faylın kontenti haqqında məlumat verə bilər. Mən buna əsasən istifadə edirəm faylın neçə sətirdən ibarət olduğuna baxmaq üçün. Məsələn, wc-l yazıram, numbers.txt. Burada göstərir ki, məsələn, 20 dənə sətirdən ibarətdir bu fayl. Bunun müxtəlif opsiyalar ola bilər. Onlara baxmalısınız artıq. Yəni, maraqlısa baxa bilər. Çox opsiyası yoxdur əslində. Azdır. Yeni baxa bilərsiniz bunlara. Növbəti əmrimiz bizim fayldır. Fayl əmri bir fayl haqqında məlumat verir. Məsələn, numbers.txt-dir. Yazıb ki, ASCII text. Məsələn, burada başqa fayl olsaydı, bu ola bilər elf faylı və ya exe faylı ola bilər. Orada artıq başqa cür bizə çıxdı verəcəkdir. Və ya ola bilər PNG faylı. Yoxlaya bilərik əslində biz bunu. Məsələn, mən bunu save etsəm, save images desəm, burada documents'e gəlirəm, buradan testə gəlirəm və bura save edirəm. İndi gəlirəm bura, ls deyirəm. Baxın, burada PNG faylımız var bizim. İndi mən burada fayl deyirəm və bunu çalıştırsam, görə bilərsiniz ki, burada PNG image data yazılıb və digər məlumatlar. Bu formada digər fayllara da baxıb nə fayl olduğunu öyrənə bilərsiniz. İndi isə gəlirik biz fayl və onların icazələrinə. Deməli, burada mən ls-l edim. Baxın, bunlar faylların icazələridir. Bunlar hamısı faylların icazələridir. Burada mən daha əvvəl sizə izah previous mövzusunda. Burada da mən sizə deyim. Ümumiyyətlə, bu 3 hissədən ibarətdir də. Bu birinci hissədir, bu birinci hissə, bu ikinci hissə və bu da üçüncü hissədir. Və bu hissələr özləri də 3 hissədən ibarətdir. Və bunlar birinci hissə aiddir istifadəçiyə. Yəni bu faylın yaradanına da bir növ. Bu faylı kim yaradıbsa ona aiddir. İkinci hissə aiddir qrupa. Üçüncü hissə aiddir digər istifadəçilərə. Misal üçün bunu Kali yaradıbsa, bu faylı Kali istifadəçisi yaradıbsa, hər hansı başqa bir istifadəçi bu fayl üzərində nə edə bilər? Hansı icazələri var? Üçüncü isə ona aiddir. İndi biz bu icazələri təyin etmək üçün chmod deyən bir komandadan istifadə edirik. Chmod komandası. Change mod deməkdir bu. Açılışı odur. İndi mən chmod yazdım tutaq ki, biliyoruz x yazıram məsələn və yazıram file texti. İndi mən ls-l etsəm, burada görə bilərik ki, hər yerə deməli x icazəsi, yəni execute icazəsini verib. Və yaxud necə desəm, bu fayl üçün mən yaza bilərəm ki, chmod u plus x səhv etmirəmsə belə olmalıdır. ls-l etsəm, burada görə bilərsiniz ki, number-də yalnız user olan hissəyə x verib, digərlərinə əl vurmuyor. Çünki mən burada user üstəgəl x yazdım. Burada isə birbaşa üstəgəl x yazmışdım və bütün hər yerdə x vermişdi. Bunu yadınıza saxlamağınız yaxşı olar. İndi şey məsələsi də var. Biz hal-hazırda yəni hərflə verdik də bunları, məsələn, o yazdıq, x yazdıq və yaxud biz bunu rəqəmlə də verə bilərik. Rəqəmlə necə veririk? Sadəcə olaraq əzbərləməlisiniz ki, hər icazənin rəqəm qarşılığı nədir? İndi mən bunu yazacağım bura. Read bərabərdir, yəni r bərabərdir 4. W, yəni write bərabərdir 2. X, yəni execute bərabərdir 1. Bunları əzbərləməlisiniz sadəcə olaraq. Toplasaz burada 7-dir.
İndi icazə necə verilir bəs? Misal üçün chmod yazıram. Necə desəm mən sizə, burada baxın 3 dənə hissə var da. Mən əgər birinci hissəyə hər 3 icazə vermək istəyirəmsə, rəqəmləri cəmləməliyəm. Həm read, həm write, həm də ki execute. 4 üstə gəlir, 2 üstə gəlir, 1 edir 7. Bu birinci hissədir. Birinci hissəyə verdim 7. İkinci hissə. Burada məsələn vermək istəyirəm mən read və write. Və yaxud fərqli olsun da biraz. Read, write, execute vermək istəyirəm. Yenə yazıram burada 7. Son hissəyi vermək istəyirəm execute və write icazəsini. O zaman bu ikisini cəmi eləyir 3, yazıram 3. Daha sonra faylın adını yazmalıyam. İndi ls-la etsəm, baxın, yəni bayaq dediyim kimi icazələr verildi. Geçirəm növbəti əmrimizə. İndi burada var change owner əmri. Bu formada yazılır həmin əmr. Burada deməli mən bir faylın userini və qovluğunu dəyişə bilərəm. Misal üçün buraya yaza bilərəm mən kali 2 nöqtə root. Bunu yazmaq üçün də yaxud root yaza bilərəm. Root. Lakin bunu eləmək üçün mənə root səlahiyyəti lazım olacaq. Ona görə mən bura sudo yazacağım. Root səlahiyyətləri üçün. Bunu yazdıqdan sonra mən bura faylın adını yazıram. Misal üçün file.txt. Bunu yazdıqdan sonra ls-la edirəm. Burada görə bilərsiniz ki, mən artıq file.txt faylının userini və qrupunu dəyişdim, etdim root useri və root qrupu. Change owner əmri də bu formada. Növbəti əmrimiz change qrupdur. Bu yalnız qrupu dəyişmək üçün istifadə olunur. Yəni istifadəsi rahatdır. chgrp yazılır. Qrup məsələn kali yazıram. Sudo yazıram. Kali yazıram və bunu kopyalayıram. ls-la etsəm, baxın, root istifadəçisinindir, lakin kali qrupuna aiddir həmin fayl. Növbəti əmrimizə keçsək, umask əmri var. Umask bu formada yazılır. Umask əmri nədir dostlar? Fikir verin, bu ən başda biz görə bilərik ki, yaratdığımız fayllara, baxın burada, hamısında eyni icazələrdir. Bunlar default olaraq biz fayl yaradanda təyin olunur. Avtomatik olaraq bunlar təyin olunur. İndi umask əmri vasitəsilə biz bunu dəyişə bilərik. Eləyə bilərik ki, biz fayl yaradan zaman default olaraq bunlar yox, yəni bu icazələr yox, başqa icazələr təyin olunsun. İndi mən umask yazdım, enter etdim. Baxın, bu 002 default olaraq təyin olunan icazələrdir. Tamam mı? 002-də necə desəm mən sizə belə düşünə bilərsiniz, tərsdə formada yazılır burada icazələr. Biri var, yazsın burada 775, bir də varsınız yazsın 002, yəni tərsdə formada yazır da, onu çıxıb yazır. Biz bunu dəyişmək üçün umask yaza bilərik. Umask məsələn 2 yazsa burada 55 ya da belə yox da 224 yazıram bura. İndi mən bura yeni qovluq yaradıram. Məsələn touch yazıram. Salam 123.txt ls-la edirəm. Baxın burada fikir verin, fərqli formada olur icazələri. Bu fayl yaradanda belə olur. Amma qovluq yaradanda onda da başqa cür olur. Məsələn mkdir yazsam və bura salam yazsam, qovluqda artıq başqa cür oldu icazələr. Qovluqda 7 üzərindən hesablanır. 7-dən çıxılır. Baxın bu. Amma fayllarda isə bu 6-dan çıxılır. Tamam mı? Məsələn ilk hissəyə 6-dan çıxıram 2. 6-dan 2 çıxanda eləyir 4. 4 nədir idi? İkinci hissəyə 6-dan çıxıram 2. Eləyir neçə? 4. Ona da verib read. Üçüncü hissəyə 6-dan çıxıram 4, eləyir 2. Ona da verib write. Qovluğa baxsaq,
7-dən çıxıb 2 edir 5 verib read və execute. İkinci hissəyə baxsaq 7-dən çıxıb 2 eləyir 5 verib read execute və daha sonra 7-dən çıxıb 4 eləyir 3 verib write və execute. Bunlar da anladıqsa keçək növbətilərinə. Deməli burada proseslərin idarə olunması. Proseslərin idarə olunması üçün biz istifadə edirik ps komandasından. Məsələn ps yazdım bura. ps aux yazdım. Aux daha aydın verəcək bizə hamısını. Bu hal-hazırda sistemdə istifadə olunan proseslərdir və bunların hamısının ID-ləri var. Baxın burada PID yazılıb. Hamısının PID-si var, bütün proseslərin PID-si var. Bunları buradan izləyə bilərsiniz. Hansısa proses sizin RAM-ınızı çox yeyirsə, onu saxlaya bilərsiniz. Və saxlamaq üçün necə bir əmr istifadə etməlisiniz, onu mən sizə göstərim. Burada kill yazmalısınız və -9 yazıb həmin o prosesin PID-sini buraya yazmalısınız. Mən burada eləməyəcəm. Hansısa proses saxlamaq istəmirəm. Ümumi olaraq işləyiş qaydası oldu yəni. Bunu yadınıza saxlayın. Bir də var top və htop. Top PC-dən fərqli olaraq real vaxta əsasən bütün prosesləri bizə göstərir. Baxın, mən PC yazdım, PC aux yazdım və mənə bir sabit çıxdı verdi, ardını vermədi, yəni bu dəyişmir. Bu oldu və bitdi. Amma mən buraya yazsam top, baxın bu dəyişəcək indi birazdan. Fikir verin, dəyişdi bu. Yəni bu real vaxta əsasən bütün prosesləri mənə göstərir. Və ya var htop, bu topla eyni şeydir, lakin daha gözəl formada deyə bilərəm. Baxın, daha aydın və gözəl formada bizə göstərir bütün prosesləri. Buradan daha rahat izləyə bilərik. Ctrl-C elədim, buradan da çıxdım. Kili mən sizə dedim nə olduğunu. Daha sonra sizə izah edeyim disk və fayl sistemi əmrlərini. Burada biz istifadə edirik deməli bizim sistemin yaddaşına baxmaq üçün df əmrindən df-h etsək burada yaddaşa baxa bilərik. Məsələn used istifadə olunan hissə 248 GB-dır. Boş olan hissə isə 197 GB-dır. Yəni bu formada sonra do əmrindən istifadə edə bilərik. Hansı faylın ölçüsünə baxmaq üçün. Məsələn do sh file.txt yaza bilərik. Bu formada. Başqa burada önəmli şey görmürəm çox da. Deməli şəbəkə komandaları var. Şəbəkə komandaları şəbəkə haqqında məlumat almaq üçün istifadə olunur. Adından göründüyü kimi. Misal üçün yaza bilərəm mən burada IPA daha doğrusu. Burada opsiyalar var. Bu da mənə deməli aldığım IP haqqında məlumat verəcək. Baxın, məsələn lokal şəbəkədə aldığım IP budur. MAC adresdir. Deməli bu nədir? Bu broadcast IP-sidir. 255 nə olan. Yəni bütün məlumatları mənə verir də. Və ya yaza bilərəm burada ipconfig ifconfig daha doğrusu IP yox. ipconfig istifadə olunur Windows'da. Məsələn ifconfig yazanda burada mənə məlumatlar verilir. Məsələn Ethernet 0 interfeyslə bağlı, VLAN 0 interfeyslə bağlı. Mən Ethernet 0-a bağlı olmadığım üçün burada IP verilməyib mənə. Lakin VLAN 0-da IP verilib mənə. Fikir verin, burada lokal şəbəkənin IP-si mənə verilib. Daha sonra ping komandası var. Ping komandası vasitəsilə biz hədəfi test edə bilərik. Misal üçün ping yaza bilərəm bura. 192.168. Bizim IP nədir burada? 1.1. 1.1 böyük ehtimal burada router dayanır və biz router'a ping ata bilərik. Ping edir, yəni burada hal-hazırda bu host aktivdir. Bu formada netstat var. Bu da şəbəkəyə baxmaq üçündür. Netstat yəni vəziyyəti analiz etmək üçün istifadə olunan bir komandadır. Sonra wget və curl əmrləri var. Məsələn burada yazdım wget. Baxın, wget istifadə olunur hansısa bir uzaq saytdan məlumat çəkib gətirmək üçün. Misal üçün biz wget ilə gətirə bilərik bu şəkilli və ya
saytdakı bütün kodları, backend kodunu biz gətirə bilərik özümüzə bu get vasitəsilə. Sonra curl əmri var. Curl-da sorğu göndərmək üçün istifadə olunur. Məsəl üçün bu sayta bir sorğu göndərək. Baxın, bütün backend-i gətirdi bizə. Yəni curl-da bunun üçün istifadə olunur. Keçək növbəti əmrlərə sizlə. Traceroute əmri var. Traceroute-dakı necə desəm mən sizə, hansısa bir IP-yə getmək üçün keçilən bütün routerların IP-sini bizə göstərir. Məsələn, traceroute yazdım, 8.8.8.8 yazdım. Bu adresə getmək üçün istifadə olunan bütün yolları bizə göstərəcək. İndi biraz geciş deyil bu. Biraz gözləmək lazımdır hər halda. Okey, bu indi biraz gecişlədi. Yazılması 192.168.1.1. Bunu yazan kimi mənə cavab qayıtdı. Çünki bundan sonra birbaşa mənim keçidim olur bura. Ona görə birbaşa cavab qayıtdı. Yəni uzun sözün qısası, traceroute istifadə olunur. Hədəf IP-yə gedənə kimi istifadə etdiyimiz bütün routerların IP-lərinə baxmaq üçün. Bəzən ulduz şarlar olur. O da o deməkdir ki, orada firewall var. Bu formada növbəti əmrlər arxivləşdirmə üçün istifadə etdiyimiz əmrlərdir. Bunlara aiddir tar, daha sonra gunzip, daha doğrusu gzip, sonra zip əmridir. Bunlar hamısı istifadə olunur arxivləmək üçün nələrisə. Misal üçün tardan istifadə eləsək, ilk öncə ls eləyim. Tamam. İndi burada tar vasitəsilə tar-cxf ilə mən qovluq.tar deyə bir necə desəm bu faylları arxivləmək üçün hissə yarada bilərəm və daha sonra file.txt-ni və numbers.txt-ni arxivləyib bunun daxilinə sala bilərəm. Bunu kopyalayıram və daha sonra bunu kopyalayıram, enter edirəm. Fikir verin, burada qovluq.tar yaradıldı. Open etsəm bunu, görə bilərsiniz ki, bunun içində file.tar və number.tar var. rm vasitəsilə file.txt-ni və numbers.txt-ni silirəm. Daha sonra tar-xfv deyərək qovluq.tar deyirəm və enter deyirəm. Elə səviyyəni görə bilərsiniz ki, burada artıq file.txt və number.txt qovluq.tarın daxilindən çıxarılıb. Daha sonra gzip var. Gzip də eyni işi görür. İndi mən buradan silsəm bunu. Yes. Okey. Yazıram gzip file.txt ls edirəm. Bir saniyə, mən qovluq yazmadım amma olsun. Bunu ls etdiyim zaman görə bilərəm ki, file.txt-ni sıxışdırdı və file.txt.gz adında bir fayl mənə geri qaytardı. İndi mən bunu fayl ilə baxsam, burada baxın, görə bilərsiniz ki, gzip ilə sıxışdırılmış bir fayldır bu. Mən bunu indi çıxarmaq istəsəm, sıxışdırılmış formadan çıxarmaq istəsəm, gunzip əmrindən istifadə edirəm bu formada. Fikir verin, burada artıq .z uzantısı getdi. Bu uzantı artıq burada yoxdur. Bunu mən hazırda çıxardım sıxışdırılmış formatdan. Bir də var zip və unzip. Məsələn, yazıram zip ls. Tamam, zip yazıram. Burada zipdən sonra mən qovluq ad verməliyəm. Məsələn, salam və zipləyəcəyim fayllar. Məsələn, burada mən səhv etdim. Salam.zip etsəm. Aha, fikir verin, burada salam.zip yarandı. Salam.zipin içində bu iki faylın sıxışdırılmış forması var. Bu faylları mən silsəm buradan, bunu silə bilmədim.
Burada görə bilərsiniz ki, heç bir fayl qalmayıb artıq. Yəni file.txt və numbers.txt yoxdur. İndi mən salam.zip-i sıxışdırılmış formadan azad eləsəm, yəni unzip yazıb bunu yazsam, mənim fayllarım geri qayıdır. Yəni sıxışdırılmış formadan onları çıxarıram. Növbəti əmrlərə baxsaq, burada çox az əmrimiz qalıb artıq bizim. History əmri var. History əmri vasitəsilə biz sistemdə yazdığımız, daha əvvəl yazdığımız əmrlərə baxa bilərik. Misal üçün history yazıram. Bunlar mənim daha əvvəl yazdığım əmrlərdir. Sizə mövzunu izah edəndə yazmışdım. Fikir versəz görərsiniz. Yuxarılarda lap çox var əmrlər. Bunlar artıq mənim yazdığım əmrlərdir. Daha sonra alias komandası var. Bu formada yazılır. Alias komandası nədir? Onu sizə deyim. Biz alias komandası vasitəsilə hər hansı bir əmrə ləqəb mənimsədə bilirik. Misal üçün alias yazdım. Burada baxın, bəzi əmrlər var, hansı ki biz onlara ləqəb mənimsətmişik. Məsələn, mən sistemdə ls-l icra etməyim və mənim sistemdə ll icra etməyim eyni şeydir. Baxın, ll yazıram, fayllar gəlir sıralanmış formada, ls-l edirəm, yenə həmin formada fayllar qarşıma çıxır. Yəni, qısacası biz uzun əmrlərə ləqəb mənimsədə bilərik ki, işimiz daha da rahatlaşsın. İndi mən sizə burada birini göstərim. Alias deyirəm və sil deyərək, yəni sil adında bir ləqəb yaradıram. Bərabərdir rm-rf deyirəm. Mən hər dəfə sil yazanda bu komanda icra olunacaq əslində arxa planda. Enter edirəm, alias deyirəm. Fikir verin, burada sil komandası gəldi. Yəni bu ləqəb gəldi. Və mən sil yazanda artıq bunun rəngi dəyişir. Bunu da fikir verin. Mən burada file.txt yazdım və ya numbers.txt yazdım. Enter vurdum, baxın. Artıq həmin fayllar silindi məndə. İndi mən istəsəm ki, sili ləqəb olaraq lərq edeyim. Bunun üçün yaza bilərəm alias sil. İndi mən alias etsəm, burada görə bilərəm ki, artıq sil adında bir ləqəbim yoxdur. Və sil yazanda artıq bu işləməyəcək. Yəni silli bir komandan yoxdur deyəcək. Növbəti bizim əmrimiz mandır. Man hər hansı başqa bir əmr haqqında məlumat əldə etmək üçün istifadə olunur. Məsələn, man yazıb ls yazdım. Bu da ls haqqında məlumatdır. Fikir verin, burada ls'in bütün opsiyaları bizə göstərilir. Dash A-dır, dash böyük A-dır, dash C, dash D, bunlar hamısı bizə göstərilir. Bunları özünüz vaxtınız olsa araşdıra bilərsiniz. Mən bu videoda ümumi olaraq sizə anlayış vermək istəyirəm. Yəni CLI-də necə işləmək olar, əsas komandalar necədir. Növbəti komandamız whoami komandasıdır. Whoami komandası bir sistemə daxil olanda bizim kim olduğumuza baxmamız üçündür. Hansı istifadəçi olduğumuza baxmaq üçündür. Whoami mən yazıram və burada görə bilərəm ki, mən Kali istifadəçisiyəm. Daha sonra uname komandası var. Uname komandası vasitəsilə biz sistem haqqında məlumat əldə edə bilərik. Uname-e etsək, bu all deməkdir. Bütün hər şey göstərir. Fikir verin, bu mənim sistemim haqqında məlumatdır. Bu kernel versiyasıdır. Məsələn, xüsusi etsəm bunu -r yazsam, mənə sırf kernel versiyasını qaytaracaq. Fikir verin, burada sırf mənə qaytardı kernelin versiyasını. Və ya baxa bilərsiniz burada dash help edərək ki, hansı başqa opsiyalar var. Baxın, burada -r kernel release'dir. Sonra var lsb altdan xət release komandası. Lakin bu məndə hal-hazırda aktiv deyil. Bu da elə bu formada məlumat əldə etmək üçün istifadə olunan bir komandamızdır. Burada baxıram başqa komandalardan nələr var. Bir də şey komandası var. Sistemi yeniləmək üçün istifadə olunan update və upgrade komandalar. Bunları mən gərək sizdən başda deyərdim. Lakin onları deməyi unutdum mən sizə.
biz sistemi yeniləmək üçün sudo apt upgrade-dən istifadə edirik. Lakin bundan da öncə sudo apt update deməliyik. Update vasitəsilə biz bütün faylları yeniləyirik. Hansı ki onlar, necə deyim, repositoridə var da, onları hamısını yeniləyirik, bütün faylları. Upgrade vasitəsilə də onları sistemdə yeniləyirik, bu formada. Aslında update deyirəm, kodumu yazıram. Baxın, bütün hamısı yenilənir, bütün linklər hamısı yenilənir. Biraz vaxt alacaq, amma çox vaxt almayacaq, düşünürəm. Siz sistemi ilk açanda çalışın bunu eləyin, sudo apt update və daha sonra sudo apt full upgrade və yaxud upgrade yaza bilərsiniz. Bunu etməlisiniz ki, sisteminiz daha yaxşı işləsin, bütün proqramlar ən son versiyası ilə işləyə bilsin. Bu bitsin, mən sizə upgrade əmrini də göstərəcəm. Bu hal-hazırda repositoriləri yeniləyir hamısını. Qoyub bitsin bu. Ümumi olaraq deyim dostlar, bugün nə etdiysə, biz bugün CLI-də işləməyi öyrəndik biz. Bir çox komanda ilə tanış olduq, hansı ki bunlar əsas istifadə olunan komandalardır Linux əsaslı əməliyyat sistemlərində. Təbii ki daha çox komanda var. İndi mən hamısını izah edib bitirənmərəm burada, çox komanda var. Onları artıq özünüz yavaş-yavaş öyrənməlisiniz. Ən çox istifadə olunanlar bunlardır. Yəni təməl olaraq bunları bilməyiniz vacibdir əgər Linux istifadə edəcəksinizsə. Bu bitsin. İndi növbət terminala keçin. Burada isə sudo apt full upgrade -y yazdıram. -y o deməkdir ki, bizdən upgrade olunan zaman nəsə soruşur və yes və yaxud no deməyimiz səbəb olunur. Y o deməkdir ki, hər şey yes desin. Bu bitdi. Yəni upgrade olundu. İndi mən update olundu. İndi mən upgrade edirəm. Kodu yazıram. Fikir verin, bu fayllar hamısı upgrade olunacaq fayllardır. Budur. Irgedan da apt-nin özüdür. Curl'dur. Bunlar hamısına yenilənmə gəlir. Bunlar hamısı upgrade olunmalıdır. Samba'dır. SQLite 3. Bunlar hamısı upgrade olunacaq. Bu biraz uzun çəkəcək böyük ehtimal. Bunu gözlətmək istəmirəm. Videomuz bu qədər dostlar. Ümid edirəm sizə bu faydalı oldu. Növbəti videolarda görüşərik. Fikirlərinizi bildirməyi unutmayın. Sağ olun. On the